Salam herkese. İstanbul vlogumuza hoş geldiniz. Saat 5'te biz havalimanına doğru hareket ettik. Havalimanına daxil olandan sonra biletlərimizi aldıq, pasport kontroldan keçdik. Təyyarənin içərisinə mindik. Təyyarə havaya qalxdıqdan sonra görüntüləri sizinlə paylaşırıq. Yolumuz istiqamət İstanbula. Havalimanına, Sabiha Havalimanına eniş etdik və bizi qarşıladılar. VIP xidmətlə otelimizə doğru hərəkət elədik. Yolda tıxacla bir qədər vaxtımız tıxacda getdi. İstanbulun yolları dəhşət tıxacıdır. İstanbulda haralara getmək olar. Bunları sizinlə bölüşəcəm. Bizim yolumuz Laləli istiqamətinə oldu və otelimizə çatdıq. Otelimizə çatdıqdan sonra ilk öncə gəzdiyimiz yerlər Eminönü sahili oldu. Dəniz qırağı çox əla havası var idi. Bu görüntüləri sizinlə paylaşıram. Hal-hazırda gördüyünüz ərazi Eminönü sahilidir. Havanın temperaturu 29-30 dərəcə istilik olduğundan günortalar çox gəzmək mümkün olmurdu. Yalnız axşam sərinliyində gəzmək olur. Qiymətlərlə bağlı sizə də müraciət bildirəcəm. Yəni İstanbulda qiymətlər necədir? Bunları sizinlə digər bloqda suallarınız yaranırsa bildirə bilərəm. Və Eminönü sahilində müəyyən qədər əyləşməli, çay içməli yerlər çoxdur. Gördüyünüz görüntülərdəki həmən restoranlardır. Və bizim burada vapurumuz da var. Vapurla biz Eminönü sahilindən digər istiqamətlərə yola düşə bilirik. Amma ən gözəl yer tramvay xətti ilə hərəkət etməkdir. Taksiyə minmək bütçəyə uyğun olur. Taksi çox baha olduğundan müəyyən qədər tramvay ilə istədiyimiz istiqamətə A nöqtəsindən B nöqtəsindən gedə bilirik. Və bu indiki hal-hazırda gördüyünüz ərazi Eminönü sahilində balıq restoranlarıdır. Balıq restoranlarının qiymətləri çox fantastik qiymət, dəhşət bahadır. Yəni ərazisindən asılı olaraq dəniz qırağı olduğu üçün qiymətləri çox qaldırıblar. Və turistləri gördükdə qiymətləri başqa bir qiymətlərlə dəyişdirirlər. Yəni turistlərə qiymətləri artıq deyirlər. Bir də əsas bildiyim, hal-hazırda gördüyünüz ərazi isə Cənnət mahəlləsidir. Cənnət mahəlləsi olduğu Balat ərazisidir. Və demək istədiyim odur ki, Balat ərazisinə getdikcə Pembenin evini axtarmayın. Pembenin evi deyilən ərazi yoxdur. Biz oradan Balatdan getdik. Balatdan çıxdıqdan sonra getdik Historia Mola. Historia Mol Aksaray ərazisində yerləşir.